Molla bir gün oğlunu bazara göndərir ki, kibrit alıb gətirsin. Oğlu kibrit alıb gətirir. Molla soruşur. Hanı, aldın mı? Bəli, almışam. Yaxşı, yaş deyirlər ki. Xeyr, lap yaxşı yanırlar. Nədən bilirsən ki, yaxşı yanırlar? Çünki alanda hamısını qabaqca yandırıb baxıb, sonra almışam. Mollanın bir oğlu olur. Qonşular yığılırlar ki... Molla, gəl oğlana ad qoyaq. Bala, sənin adımı qoydum Molla Nəsrəddin oğlu Fatma. Ay molla, uşaq oğlandı. Sən ona arvad adı niyə qoyursan? Bilirəm, ancaq arvadımı çox istəyirəm. Bəlkə sabah biri gün yıxıldı, öldü deyə adını uşağa qoyuram ki, ondan yadigar qalsın. Bir məclisdə bir nəfər haqqında söhbət düşür. Bu adam arvad sarıdan çox talihsiz imiş. Gənc olduğuna baxmayaraq, 2-3 ilin içərisində 5-6 dəfə evlənmişdisə də, arvadlarının hamısı ölübmüş. Məclisdəkilər onun halına yanırlar. Biri deyir, Yazıq, çox bədbəxtdir. Birinci arvadı 2 ay yaşadı. İkincisi heç bir ayda çəkmədi. Üçüncüsü 1 ilidir ki, gəlmişdi, öldü. Dördüncüsü, beşincisi, bu da altıncısıdır ki, bugün ölüb. bir tərəfdə oturmuş molla, öz kifir, bədxasiyyət arvadını yadına salıb deyir. Dünyada bircə nəfər xoşbəxt adam var ki, siz də onun adını qoyubsunuz, bədbəxt. Birisi əlində bir yumurta gizlədərək molladan soruşur. Molla, əgər bilsən əlimdəki nədir, bu saat sındırıb, salıb yağa, qayğanaq eləyib verərəm sənə. Molla biraz fikirləşəndən sonra soruşur. De görüm rəngi necədir? İçi sarıdır, bayrı ağ. Aha, tapdım. Turpu dəlib, içinə zəfəran töküblər. Molla dəniz kənarı ilə gedirmiş. Bir də baxır ki, möhkəm susuyub. Nə qədər axtarırsa, şirin su tapa bilmir. Əlacsız qalıb, dənizin suyundan bir qurtum içir. Su həm boğazını yandırır, həm də ürəyini bulandırır. Düzəlir yola, biraz gedəndən sonra bir bulaq tapır, suyundan doyunca içir, bir qabda doldurub gətirib dənizə töküb deyir. Mən həmişə çığır-bağır salıb, mənəm deyənləri sənin kimi gördüm. Ala, bax, su belə olar. Mollanın birinci dəfə ailəsini şəhərə köçürməyi barədə belə bir rəvayət də var. Molla şəhərdə ev tutur, arvadı ilə oğlunu da kənddən şəhərə köçürdür. Oğlu şəhərdəki minarələri Gör, bunları tikən adamların boyu nə uzun imiş. Nə bildin? Gərək əli çataydı, ya yox. O boyda adam olmaz. Yəqin qabaqca yerdə böyrü üstə tikib, sonra dikəldiblər. ana-bala mübahisə edirlər. Hərə öz dediyini deyir. Molla görür mübahisə çox uzanacaq, söhbətə qarışıb deyir. Nə sənin fikrin düzdür, nə də onun. Bunlar su quyusudur. Tərsinə çeviriblər ki, gün vurub qurutsun, kif atmasınlar. Bir arvadın 18-19 yaşlarında çox ərköyün böyümüş bir qızı var imiş. Qız gündə cürbəcür tələblərlə yoxsul dul anasını təngə gətirirmiş. Axırda arvad mollanın yanına gəlir ki, Ay molla, qızım məni lap təngə gətirdi. Deyirlər sənin çox kəsərli nəfəsin var. Buna bir nəfəs sal, bəlkə biraz sakitləşsin. Bacı, mən qoca kişiyəm, nəfəsim ona kar salmaz. Əgər sakitləşməyini istəyirsənsə, ver onu ərə. Elə ki, ev dərdi, çörək dərdi, uşaq dərdi onu çulğadı, onda elə sakitləşər ki, ha, lap quzudan da sakit olar. Havanın soyuq vaxtı molladan soruşurlar. Molla, qışa nə hazırlayıbsan? Yaxşıca üşümək, bir də titrəmək. Mollaya xəbər verirlər ki, Arvadın yıxılıb, ağlı başından çıxıb. Bir şey gərək əvvəldən ola ki, sonra çıxa. Arvad mənimdirsə, onun heç əvvəldən də ağlı yox idi. Görəsən çıxan nəymiş? Günlərin birində Molla Nəsrəddin yelkənli gəmiyə minib səyahətə çıxır. Yolda şiddətli bir külə əsib gəmini oynatmağa başlayır.
Gəmidəkilər yelkəni bağlamaq üçün dirəyə dırmaşırlar. Molla bunu görüb deyir: Kişilər, bu gəmi dibindən oynayır. Əgər oynamamağını istəyirsinizsə, dibindən bağlayın. Daha təpəsinə niyə dırmaşırsınız? Günlərin birində molla küçədə üzü üstə yerə düşmüş bir güzgü tapır. Nə olduğunu bilmir, amma elə xoşuna gəldiyi üçün sevincək tez götürür. Güzgünü çevirib baxır ki, o biri üzü şüşə kimidir. Qaldıranda orada öz əksini görür. Qalır məəttəl ki, görəsən bu adam kimdir? Gözlərini qıyıb bir də diqqətlə baxır ki, bəlkə tanıya. Güzgüdəki əks də gözlərini qıyır. Molla güzgüdəki əksdə də eyni hərəkəti görüb gözlərini bərəldir. Güzgüdəki əks də gözlərini bərəldir. Molla tez güzgünü götürdüyü yerə qoyub deyir: Bunun sahibi yanındaymış ki. Mollaya bir kifir arvad alırlar. Molla bir başına vurur, bir dizinə. Amma neyniyəsən? Başa gələn çəkilər. Molla səhər durub gedəndə arvad soruşur. Kişi, qohumlarından, qonşularından kimə görünüm, kimdən qaçım? Arvad, başına dönərəm. Mənə görünmədə kimə istəyirsən görün. Bir gün yenə də mollanın arvadı ağrı çəkir. Molla tez qaçıb mamaça gətirir, özü də çıxıb həyətdə, qaranlıqda gözləməyə başlayır. Yarım saat, bir saat, bir də mamaça qışqıra-qışqıra gəlir ki, Molla, muştulumu ver, ata oldun. Molla sevinir. Mamaça içəriyə girən kimi yenə də qayıdır ki, Molla, gözün aydın olsun, biri də oldu. Molla gedir fikrə. Bu halda mamaça bir də içərdən qışqırır ki, Molla, dövlətin gəl ha gəl idi, biri də oldu. Molla daha özünü saxlaya bilməyib qapını aralayır, mamaçanı səsləyir ki, Başına dönüm, ışığı söndürün. Bu köpək uşağı ışığa gəlir. Molla, arvadın çox gəzir. Onun biraz ipini yağ. Düzdür, mənim arvadımda pis xasiyyət çoxdur. Hər nə desəniz inanaram, amma gəzəyən olduğuna inanmıram. O yalandır. Nədən deyirsən yalandır? Ondan deyirəm ki, əgər gəzəyən olsaydı, ayda, ildə bir dəfə də azıb öz evimizə gəlib çıxardı. İsti yay gecələrinin birində molla arvadı ilə damda yatmış imiş. Gecənin bir yarısı arvad mollaya deyir: Ay kişi, sən Allah biraz oyana çəkil, yaman istidir, laf bişdim. Molla bir söz deməyib çəkilir. Səhər molla yox olur. Arvad bir gün gözləyir, 2 gün gözləyir, 1 ay gözləyir, 3 ay gözləyir, molla gəlmir ki, gəlmir. 3-4 aydan sonra uzaq kəndlərin birindən gələn bir nəfər molladan belə bir sifariş gətirir. Bacı, molla soruşur ki, arvad hələ sərinləməyibsə, biraz da o yana çəkilim. Mollaya bir kifir arvad alırlar. Molla bir başına vurur, bir dizinə. Amma neyniyəsən? Başa gələn çəkilər. Molla səhər durub gedəndə arvad soruşur. Kişi, qohumlarından, qonşularından kimə görünüm, kimdən qaçım? Arvad, başına dönərəm. Mənə görünmədə kimə istəyirsən görün. Gecə mollanın uşağı ağlayır. Arvad mollanı yuxudan oyadır ki, Molla, axır biz bu uşağa şərikik. Yarısı sənindir, yarısı mənim. Nə olar, dur bir dəfə də sən onu ovud. Sən öz payını ovud, işin yoxdur. Qoy mənim payımı ağlasın.